Dostlar, bugün 4 gündür mən bu öz evimdəyim. Öz evimdən video çəkirəm. Canlı açdım, səsimə səs verən olmadı. Hər şeyim batdı, hər şey kirdi. Heç kim maraqlanmadı, heç kim qapımı döymədi. Evimin polu belə. Təzə remontdan çıxmış ev. Mən hər şeyi artıq gözümün qabağına gətirmişəm. Artıq bu gündən aclıq elan eləyəcəm, yəni canıma qəsd eləyəcəm. Ölsəm də, qalsam da bu evdən çıxmayacağım. Gün 4 gündür mən bu suyun altındayım. Polum bütün mebellər, qapılar hamısına kirbut edirəm. Mən bu gündən aclıq elan eləyirəm. Bütün səs saldım hər kəsə ki, bəlkə qurumlar mənim səsimi eşidər. Heç kim səsimə səs vermədi. Hər şey daha da getdikcə çox pisləşir. Ölsəm də evimin içində öləcəm. Nə qədər ki, heç kim gəlib məndən maraqlanan yoxdur. Bu vəziyyətimlə artıq da heç bir gücüm qalmadı. Ya bundan sonra ev düzəltdirmək. Qızımın bütün cehizləri batdı. Gün 4 gündür. Özüm üçün aclıq elan eləyirəm. Yaxşı yazanlar da, pis yazanlar da, Allah hər kəsdən razı olsun. Mən artıq da heç bir şey deyə bilmərəm. Vəziyyət budur.